Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə yenə bir sualın izahına baxacağıq. Keçək sualımıza. 31-ci sualda bizə aşağıda refleks kursunda iştirak edən hissələr verilmişdir deyə bildirir və bu hissələrə əsasən verilən fikirlərdən hansı doğrudur deyir. Deməli, biz bilirik ki, refleks kursunda birinci hissə nə olar? Reseptor sahə olar, yəni qızığı qəbul edəcək sahə olacaqdır. Və burada variantlara baxdığımız zaman birinciyə bizə nəyi bildirir? Deyir, birinci işçi orqandır. Xeyr, birinci işçi orqan yox, reseptor sahə, qızığı qəbul edən sahə olmuş olacaqdır. Ona görə A variantı yanlış olacaq. İkinci neyronun dendriti ara neyronla əlaqəli ola bilər. İkinci neyron dendritinin ara neyronla heç bir əlaqəsi olmayacaq. Çünki bu qızıq əgər ki, reseptor sahəyə gəlibsə, bunu hissi neyron hansı şəkildə qəbul edə bilər? Sadəcə əgər dendritləri burada olarsa. Hə. Yəni, normalda da quruluş bu cürdür. Yəni, hissi neyronun dendriti olmuş olacaq burada. Daha sonra cismi kənarda olmuş olur. Daha sonra isə aksonu uzanacaqdır hara qədər? Mərkəzi sinir sisteminə qədər. Ona görə də nədir? Bu da yanlış olmuş olacaqdır. C variantında deyir, 4-cü neyron cismi bozmadan əmələ gəlməsində iştirak edir. 4-cü neyronun, hər iki neyronun cisim və dendriti e, hər ikisi mərkəzi sinir sistemində olduğundan burada biz deyə bilirik ki, 4-cü neyronun cismi həqiqətən də bozmadan əmələ gəlməsində iştirak edəcəkdir. Daha sonra deməli, C variantımız doğru olmuş olur. Digərlərinə də sadəcə baxaq. D variantında deyir, 3-cü neyron perfekt hissədə ola bilər. 3-cü neyron ara neyron olduğundan ara neyronun cismi, dendriti, aksonu hamısı olmuş olacaq harda? Mərkəzi sinir sistemində. Ona görə də D variantım yanlış olmuş olacaq. Y variantdadır, 5-ci hissə qızıqları qəbul edən hissədir. Xeyr, qızığa cavab verən həmin o işçi orqan 5-ci hissə olmuş olacaqdır. Ona görə də Y variantım da yanlış olmuş olacaqdır. Hansı ki, hər iki neyronun aksonu uzanacaqdır, gələcək hara qədər? İşçi orqana qədər. Belə. Daha sonra keçək bir başqa testə də baxaq. Hələ ki, var vaxtımız. 32-ci sualda nə deyir mənə? Kərtənkələnin yumurtalığın yetişmə zonasına 9 hüceyrə daxil olub. Kərtənkələ bir dəqiqə üzr istəyirəm. Hə, harada qalmışdıq? 32-ci suala baxırıq. Kərtənkələnin yumurtalığın yetişmə zonasına 9 hüceyrə daxil olmuşdur. Sonda əmələ gələn X cinsi xromosomlu qametlərin sayı deyir, Y cinsi xromosomlu qametlərin sayından 2 dəfə çox olarsa. Neçə yönəlci cisimcik Y cinsi xromosomu daşıyacaqdır? Deməli, mən burada bilirəm ki, kərtənkələnin yumurtalığı, kərtənkələ nədir? Dişisi heterozigot olan canlıdır. XY. Yəni, bunun bir hüceyrəsi bölünən zaman bir dənə bu şəkildə, bir dənə bu şəkildə, Y yazacaq bura. Daha sonra bu öz-özlüyündə 2 dənə bu şəkildə, bu isə 2 dənə bu şəkildə hüceyrə əmələ gətirmiş olacaq. Bu nədir? Bu bir hüceyrə üzərindən getdiyimiz zaman, yəni görürük ki, bu şəkildə baş verir. Məndə isə 9 hüceyrə var və burada sonda əmələ gələn X cins xromosomlu qamet sayı Y cins xromosomlu qamet sayından 2 dəfə çox olmuş olacaq. Əgər mənim 9 hüceyrə daxil olubsa, deməli 9 dənədə nəyim əmələ gələcək? 9 qamet əmələ gəlmiş olacaqdır. Tamam. 9 qamet əmələ gəlmiş olacaqsa, bunun hansı ki, rəqəm şəklində götürə bilərəm ki, biri digərindən 2 dəfə çox olsun. X, Y-dən sayı 2 dəfə çox olduğundan X xromosomlu olar 6 dənə, Y xromosomlu olsun 3 dənə. Baxıram, həqiqətən də nədir? Biri digərindən 2 dəfə çox olmuş olacaqdır. Tamam. İndi mən hansı yolla demişdim, həll edirik belə halda? X 6-dır əgər X xromosomlu qamət 6-dırsa,
Bura qamet, bu yönəltici cisimcik, bu yönəltici cisimcik, bu yönəltici cisimcik olmuş olacaq. Yazıram 6x, 6x. Sonraki yönəltici cisimciklər 6y, 6y şəklində olmuş olacaq. Hansı ki, baxın, burada göstərmişdim bu şəkildə. Qametə nə demişəmsə, qametin yanındakı yönəltici cisimciklər mütləq qametlə bağlı cins xromosom daşımış olacaqdır. Özür istəyirəm. Və Y-i 3 götürmüşəm. Tamam, bu səfər də Y xromosomlu qameti olsun 3 dənə, 3Y. Sonraki yönəltici cisimcik, sonra yönəltici cisimcik, sonra yönəltici cisimcik. Bu şəkildə olur. 3Y. Artıq digər yönəltici cisimciklər 3X, 3X şəklində yazılmış olacaqdır. Sonda mənə nə deyir? Neçə yönəltici cisimcik Y xromosomu daşıyır? 6, 6. Deməli, 12 dənə yönəltici cisimciyim buradadır. Y xromosomu daşıyan. 3 dənə də yönəltici cisimciyim buradadır. Y xromosomu daşıyan. 12 üzərinə qədər 3 bərabərdir 15 dənə deməli mənim nədir? Y xromosomlu yönəltici cisimciyim olmuş olacaqdır. Belə. Sonra bu şifahi sualda hansı geoloji dövrdə yumurta hüceyrə möhkəm qabıqla örtülməyə başladı? Təbii ki, daş kömürdə olacaq. Burada bir şey sürünənlər meydana çıxacaq. Bunlar yumurtlamaqla çoxalacaqlar. Və yumurta hüceyrə möhkəm qabıqla örtülmüş olacaqdır. Belə, bundan əlavə bir-iki şey də demək istəyirəm sizə, əziz müəllimlər. Sertifikasiyaya hazırlaşanlar, MİQə hazırlaşanlar hər birinizə aiddir zaten dediklərim. Amin turşularla bağlı bir şey bildirmək istəyirəm. Normalda bizim öyrəndiyimiz, yəni sizlərin öyrəndiyiniz sual tipləri nədir? Hər zaman nə deyir? Amin turşuların bir-biri ilə birləşməsi, burada peptid rabitələrin əmələ gəlməsi, sonra burada kütlə tapılması, sonra əmələ gələn su miqdarı amin turşusuna uyğun olaraq hesablanması, suyun belə mol miqdarı və yaxud da kütlə olaraq hesablanması və yaxud da zulalın kütləsini verir sənə, belə deyək, radikal hissəni də verir. Sonra amın turşusu sayını tapmağını istəyir və yaxud da amın turşusunun kütləsini tapmağını istəyir. Və amın turşuların bir-birləri ilə birləşərkən onların su molekullarını hidrogen və OH yəni itirmələrini ortadakı amın turşuların, kənardakıların ilk amın turşusunun OH, ən sonda olanın H itirməsi. Yəni belə standart hissələrdən nədir? Suallar hazırlanıb sizə təqdim olunur. Və əlavə olaraq da biraz daha belə deyək, müəllimləri məşğul etmək üçün artıq kimyanı da gətirib soxdular biologiyanın içərisinə. Gəl, məsəl üçün, sual üzərindən desəm mən, belə deyək, amin turşusu mən yazsam əgər, bir amin turşusunun quruluşunu yazsam, deməli, karbondur, radikal, hidrogen, deməli, oksigen, oksigen, hidrogen. Deməli, mənim amin turşu quruluşum budur. Mən biraz xəttim pisdir. Ona görə üzrlü sayın. Deməli, mənim amin turşu quruluşumdur. Oy. Çox böyük bir səhv buraxmış orada. Dayan. Deməli, karbondan sonra karbonun biri yemişik. Bu karbonda oksigen, hidrogen. Mən də deyirəm, bu ortadakı karbonun niyə 5 dənə rabitəsi olmuş olur? Bu 4 dənə uzaqbaşı rabitə yaratmış olur da. Bir karbon, bildiyimiz kimi. Amma bizim yazmamızdan 5 dənə olmuşdur. Belə, daha sonra sizə nə sual verir amin turşusu üzərindən? Bu amin turşusu digər bir amin turşusu ilə birləşdirirlər. Belə deyək, NH2, yenə karbon yazıram, hidrogeni yazıram, yenə radikalı bildirirəm. Sonra karbonu, sonra 2 qat rabitə oksigen, sonra oksigen, sonra hidrogen. Belə bir amin turşularını bir-biri ilə birləşdirə, belə deyək, amin turşularda artıq
Nəyi soruşurlar? Bəzi suallarda görürəm, qarşıma çıxır. Karbonla oksigen arasındakı rabitə. Baxın, radikal olan hissə, bir də radikal olmayan hissə. Radikal olmayan hissədə karbonla oksigen arasındakı rabitə 2 dənə buradadır, bir dənəsi də buradadır. İndi mən amin turşularını bir-biri ilə birləşdirən zaman, tutaq ki, mənim 20 dənə amin turşum varsa, ilk amin turşusu özündən nəyi qopardır? OH-ı qopardır da. İkinci amin turşusu nəyi qopardır? H-ı qopardır. Deməli, mənim ilk amin turşumda OH qopduğuna görə radikal olmayan hissədə karbonla oksigen arasındakı bax, bu rabitə itmiş olacaq da. Cəmi 2 dənə nə olmuş olur? Rabitə qalmış olur. Bu hansı üçün keçərlidir? İlk amin turşusu və ortada olan digər bütün amin turşular üçün. Bəs hansı üçün keçərli deyil? Hansında 3 ədəd rabitə şəkildə qalmış olacaq? Ən sondakı, ən sondakı amin turşusunda karbonla oksigen arasındakı rabitə 3 ədəd olduğu kimi qalmış olacaq. Niyə? Çünki ona görə ki, sonuncu amin turşusu özündən sadəcə hidrogeni qopardırdı. Belə, bu şəkildə mənim 20 amin turşusum varsa, karbon oksigen arasındakı rabitə sayını hesablasam necə hesablayaram? 19 dənəsi sonuncu amin turşusundan başqa 19 dənəsini hər birində 2 ədəd olma belə deyək, belə deyək də, yəni durumu ilə, vəziyyəti ilə bağlı 19-u vuraram 2-yə, eləyər 38. Üzərinə də gələrəm, ən sonuncu amin turşusuna dedim necə idi? Olduğu kimi idi. Yəni sadəcə hidrogen qopardığından karbon oksigen arasındakı rabitə pozulmamış olacaq. Yəni 3 dənə rabitə, ikisi bu, bir dənəsi də bu. 3 dənə rabitə qalmış oldu və 38 üzərinə gəlib 3, o da eləyər 41. Demək ki, mənim 20 amin turşusundan ibarət zolal molekulunda karbon oksigen arasındakı rabitə sayını 41 tapmış oldum. Yəni bu şeyləri də bu cür hesablayırıq və burada amin turşular bir-birindən birləşərkən diqqətli olduq ki, ilk və ortada olan bütün amin turşularda karbon oksigen arasındakı rabitə sayı bir ədəd azalmış olur. Ən sondakı amin turşusunda heç bir dəyişiklik olmayacaq, 3 ədəd rabitə olmuş olacaq. Bunların hər birinə diqqətlə yanaşmağınızı xahiş edirəm. Belə, əziz müəllimlər, hara döndərsələr də biologiya biologiyadır. Bunu dəyişmək olmaz və bildiyiniz hər bir şey sizin üçün asandır. Bilmədiyiniz ən cüzi bir şey belə sizin üçün çətindir. Ona görə də asan, çətin deyilən şey yoxdur. Bilirsənsə asandır, bilmirsənsə çətindir. Yəni belə, çalışın, bilənlərin içərisində olun ki, imtahanda başı dik, üzü ağ şəkildə qaydasınız. Allah hər birinizə zehn açıqlığı versin. Dinlədiyiniz üçün təşəkkür edirəm, əziz müəllimlər. Sağ olun, salamat qalın.